Mən Hacıyev Cahangir Əhmədoğlu, Qərbi Azərbaycanın Ləmbəli kəndində 26 mart 1949-cu ildə anadan olmuşam. Orada orta məktəbə getmişəm və 1966-cı ildə məktəbi bitirmişəm. 5-ci sinifdə yadımdadır ki, mən dərman düzəltmə eşqinə düşmüşdüm və bizim evin yaxınlığında bir təpə var idi və təpədə müxtəlif çiçəklərin arasında bir solma çiçəyinə oxşayan bir çiçək var idi. Öz ağlımla fikirləşirdim ki, onu dərman düzəltmək üçün bir tərkib kimi götürüm və onun üzərinə şəkər əlavə edirdim və su tökürdüm, qoyurdum günün altına. Orada qıcqırırdı. Öz ağlımla xərçəngin dərmanını hazırlayırdım. Orta məktəbdə oxuyarkən müəllimlər yaz ayı gələndə, aprel-may ayı tətilə buraxılışdan əvvəl ekskursiyalar aparırdılar. Bizim fizika müəllimimiz var idi, Mustafa müəllim Vəliyev. Çox savadlı və bilikli bir insan idi və öz həyatından danışarkən dedi ki, mən ixtiraççı olmaq istəyirdim, aspirantura girmişdim və öz-özümə mən də fikirləşirdim ki, bu ixtiraççılıq nədirsə, mən də ixtiraççı olacağam və mən də aspirantura girəcəm. Onda 8-ci sinifdə oxuyurduq və mən heç təsəvvür də eləmirdim ki, ixtira nədir, aspirantura nədir. Amma o zamanlar mənim beynimdə, uşaq beynimdə, şuurumda qaldı ki, mən bu yolu özüm üçün hədəf seçirəm. Və iş elə gətirdi ki, orta məktəbi bitirdik və ali məktəbə daxil olmaq üçün Ermənistandan Azərbaycana, Bakıya gəldik və sonra 2 il hərbi xidmətdə oldum. Ondan sonra yenidən Politexnik İnstitutuna işimi verdim və yüksək balla qəbul olundum. İmtahan prosesində belə bir maraqlı bir epizod yarandı. Kimya müəllimi imtahan götürərkən mənə 4 elan elədi və mən 4-ə razılaşmadım. Dedim, mənim əvvəlki illərdə 5 almışam kimyadan. Onda profil fən deyildi, indi isə profil fəndir və mən razı deyiləm. Əlavə suallar verilməsini xahiş elədim. Pəsəndə müəllimə idi, komissiyanın sədri və o dedi ki, əhəngin alınmasını yazın. Maraqlı idi ki, əhəngin alınması o zamanki kimya kitablarında yox idi, onun alınma qaydası, texnologiyası və mən sadəcə olaraq onun formulunu görmüşdüm. Yazılış qaydasını görmüşdüm və fəhmlə mən o əhəngin çıxarılmasını, alınmasını, çıxarılışını yazdım və Validə xanım imtahanı götürən asistent köməkçi o idi. Ənvər Məmmədxanlının bacısı dedi ki, səhvdir. 4-ünü yazaq getsin. Pəsəndə müəllimə belə başını uzatdı, baxdı, dedi düzdür. O düzdür deyəndə mən özümdən asılı olmayaraq müəllimə dedim ki, müəllim, harası səhvdir, göstərin. Komissiyanın sədri dedi ki, yazın 5-ini getsin. 5-i yazmamışdan əvvəl soruşdu ki, o bir imtahanlardan nə alıb? Dedi, 2-dən 4 al. Çox maraqlı idi ki, 3-cü imtahana gəlmişdik, amma hələ 2 imtahanın cavabını bilmirdik, onda yazılı idi imtahanlar. Və səhər binaya girən abituriyentlər, axşam 12-nin yarısında biz imtahandan çıxdıq, ayaq üstə zorla dururduq və həm sevinçli, həm də yorğunuq idik, həddindən artıq yorğunuq idik və radio ilə elan elədilər ki, filan kəs imtahandan 5 alıb, sonra məktəbə də, orta məktəbimizə də məktub göndərdilər. Bu, mənim üçün çox sevincli günlər idi və o cürə mən Politexnik İnstitutuna qəbul olundum və 5 il o institutu yüksək qiymətlərlə oxudum. Trikotaj istehsalın texnologiyası ixtisasını bitirdim və təyinatla Sumqayıt Üst Trikotaj fabrikinə getdim. Sumqayıt Üst Trikotaj fabrikində də 5 il müxtəlif vəzifələrdə çalışmışam və oradan əyani aspiranturaya getmişəm. Moskva Tekstil İnstitutunda, SERN-in paytaxtında, SERN-in tekstil üzrə 1-ci institutuydu, baş institutuydu və mən fəxr edirdim, sevinirdim ki, mən ora qəbul olmuşam, bir kəndçi, bir uşaq, bugünkü artıq oranın aspirantıyam və oranı 3 il əyani aspiranturada oxudum və uğurla 1984-cü ildə elə orada müdafiə elədim, gəldim Sumqayıta təyinatla. Lakin Azərbaycan Texnologiya İnstitutu artıq açılmışdı. Mən aspiranturanı bitirəndə
Və burada kadr çatışmazlığı var idi və alimlərə ehtiyac var idi. O zamanki institutun rektoru Rəhim müəllim Ali Təhsil Nazirinə, Ali və Orta İxtisas Təhsil Naziri Qurban Əliyevə müraciət elədi rəsmi olaraq. O da Yüngül Sənayedən, Sənaye Nazirindən mənim təyinatımı dəyişdilər Gəncəyə. Mən Azərbaycan Texnologiya İnstitutuna 1984-cü ilin sentyabrın 3-də gəldim. Assistent olaraq fəaliyyətə başladım və bu günə qədər də burada fəaliyyətimi davam etdirirəm və burada da müxtəlif vəzifələrdə olmuşam, yəni elmi vəzifələrdə olmuşam. Bir şey xatırladım ki, mən bu instituta gələndə Rəhim müəllim dedi ki, laboratoriya yoxdur və sizin üzərinizə bir məsuliyyət qoyuram mən ki, təcili trikotajın texnologiyasını laboratoriya yaratmaq lazımdır. Və mən 1985-ci ildə əvvəl işlədiyim Sumqayıt Üst Trikotaj fabrikində 3 ən yaxşı maşını, saz maşını seçmişəm və nazirliyin razılığı ilə buraya gətirmişik və laboratoriya qurulub və bizim həmən laboratoriyanı o zamanki Ali və Orta İxtisas Təhsil Naziri Qurban Əliyev şəxsən özü açıb laboratoriyanı. Və laboratoriyanın açılışında bir qəribə bir diyaloq oldu rektorla nazir arasında. Dedi, bu cavan oğlanı mən göndərmişəm, mənim yadımdadır. Dedi ki, siz göndərmişsiniz. Dedi, buna dosent vermişsinizmi? Dedi, yox. Dedi, niyə vermişsiniz? Gənc kadrları irəli çəkmək lazımdır. Keçirin dosent. Və məni həmən günün, səhəri günü elanı verdilər və mən 1 il yarım ərzində işlədiyim müddətdə assistentlikdən birbaşa dosentliyə keçmişəm. Bu institutun tarixində elə bir şey olmuyor. Və 2008-ci ilə qədər elmi iş üzərində fəaliyyətimi davam etdirmişəm və 2008-ci ildə Azərbaycan Texniki Universitetində elmlər doktoru alimlik dərəcəsi almaq üçün müdafiə etmişəm və hal-hazırda kafedrada professoram. 2013-cü ildə Texnologiya Universitetində Tekstil və Yüngül Sanayi Texnologiyası kafedrasının müdiri seçilmişəm. 2 il 9 ay işləmişəm bu vəzifədə və bu günə qədər də fəaliyyətimi davam etdirirəm. Hal-hazırda müxtəlif istiqamətlərdə elmi fəaliyyətimi davam etdirirəm. 4 dənə elmi istiqamətdə monoqrafiya yazmışam. Onun biri riyaziyyatdandır, biri trikotajın texnologiyasındandır, biri tarixlə bağlıdır və xalçaçılıqla bağlıdır, biri isə filologiya ilə bağlıdır və bu istiqamətdə işimi artıq bitmiş sayıram və Qərbi Azərbaycanın Ləmbəli kəndinin insanların formalaşması və onların şivələrinin sonuncu tədqiqat işimi olubdur və bu yayda onu nəşri olub və qarşımızdadır həmin kitablar və fəaliyyətim yenidən həmin istiqamətdə, amma texnologiya istiqamətində davam etdirirəm. İnşallah yaxın vaxtlarda Azərbaycan dilində trikotajın quruluşunun formalaşmasının elmi əsasları mövzusunda bir monoqrafiyamı da nəşr etdirəcəm. Mən aspiranturada olan dövrdən Moskvada müdafiə olarkən mənim 4 ixtiram var idi və o fəaliyyətimi Azərbaycanda da davam etdirmişəm. Bir arzum var idi ki, Moskvada oxuyarkən görürdüm ki, fransız hörmələri var, İsveçrə hörməsi var, Roma hörməsi var və başqa ölkələrin, şəhərlərin adına ixtiralar var idi və mən özümə fikirləşirdim ki, bunu Azərbaycanda bu sahədə mən texnoloq olaraq varam artıq ortada, həm də biraz millətçi mövqeyim var idi və fikirləşirdim ki, bir türk millətçisi olaraq mən bu işi görə bilərəm. Amma iş elə gətirdi ki, bu elmi işlə bağlı və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə başım biraz qarışdığına görə bu istiqamətdə bir balaca fəaliyyətində durğunluq yarandı. Çünki o elə dövr idi ki, o zaman həm Ermənistandan qaçqınlıq, həm Qarabağdan, həm də Milli Azadlıq Hərəkatında mənim iştirakım olub. Bu baxımdan bir balaca ləngitdim. Lakin 2015-ci ildə Azərbaycan Fanqa adında və
2015-ci ilin sentyabrında 15-ci ildə Fanqı adına Azərbaycan Fanqının ixtirası təsdiq olundu və ondan sonra mən Türkiyə, İstanbul, Bakı və özümün doğulub boya başa çatdığım Ləmbəli kəndinin adından bağlı bir ixtira da elədim. Və bunlar Azərbaycanda Respublika qəzetində də nəşr olunubdur. Bu barədə məlumat var, universitetin saytında da bu barədə məlumat var. Fəaliyyətim ixtiraçılıq istiqamətində davam etdirirəm. Bir dənə işim Əqli Mülkiyyət Agentliyində təqdim olunub, ekspertizadadır. Bir iş üzərində də işləyirəm. Yaxın vaxtlarda, yəqin ki, noyabrın ortalarında onu da təqdim edəcəm. Mənim ümumilikdə təsdiq olunmuş 25 ixtiranın müəllifiyəm və Seri Xalq Təsərrüfatı Nailiyyəti sərgisində mənim ixtiralarımdan biri 6 ay nümayiş etdirilib və həmən ixtira 1989-cu ildə gümüş medala layiq görülübdür və universitetdə həmin medal rəsmi olaraq təntənəli şəkildə 1990-cı ilin yanvar ayının ilk iş həftəsində rəsmi olaraq ümumi iclasda təqdim olunub. O zamanki tələbat elə idi ki, rəsmi təqdim olunmalı idi. 1988-ci ildə isə ondan əvvəl seri ixtiraçısı döş nişanına layiq görülmüşəm və həmən sənədlər məndə var. Yəni, elmi fəaliyyətim bu istiqamətdə, elmi istiqamətdə davam etdirilir. Amma pedaqoji sahədə də, tədris sahəsində də mənim kitablarım var. 5 dənə kitabım artıq dərs vəsaiti olaraq hazırdır. Onun 4-ü çıxıbdır. Biri isə 2 nəfər tələbə ilə və mənim rəhbərimlə, mənim iştirakımla hazırlanıb 450 səhifəlik kitabdır. Bu yaxınlarda çap olunmalıdır. Amma onu da diqqətinizə çatdırım ki, 1990-cı ildə Azərbaycanda bir tələbənin, bizim tələbənin adı Bayramova Azadə Razil qızı, onun 2 ixtirası mənlə bir yerdə olubdur və seri üzrə belə bir hal olsa belə Rusiyada ola bilərdi. Azərbaycanda elə bir hal yox idi ki, tələbənin ixtirası olsun. Bugün də tanınmış tələbələri, layiqli tələbələri mən elmi işə yönəldirəm və adlarını çəkə bilərəm. Aysun Məmmədova və Cavahir Mustafayeva tələbələrdir, 4-cü kursda oxuyurlar və onlar mənim rəhbərliyim altında bakalavrda oxuyurlar. Həmin uşaqların trikotaj məmulatlarının istehlakçılar tərəfindən düzgün istifadə olunmasıyla bağlı təcrübə aparıblar və araşdırmalar yerinə yetiriblər və həmən materiallar çap olunub universitetin konferans materiallarında, konferansda çıxışlar ediblər və həmən materialları da mən öz sonuncu monoqrafiyama daxil eləmişəm. Yəni, layiqli tələbələri biz seçirik və onları əslində müəllimlər tələbələrin hansının layiqli, hansının perspektivli olduğunu görə bilirlər və mən də bu istiqamətdə axtarışdayam və elə tələbələri, elə kadrları seçirəm və onları mümkün qədər yönəldirəm elmə. Elmə gələn adam şam kimi ərməyə gəlməlidir. Şam kimi yanmalıdır. Elm fədailəri gələ bilər elmə. Hansısa məqsədlə, hansısa yolla dissertasiya əldə edib, sonra onlar özlərini reklam eləməklə, alim adından hansısa mövqeyi qazana bilirlər. Amma onlar Azərbaycanın elmi nailiyyətlərinə, elmi inkişafına heç nə bir töhfə vermirlər və mən həmişə onları ifşa eləmişəm və bu axırıncı kitabımda da o barədə çox ciddi yazmışam ki, Azərbaycanda elmi necə təmizləmək olar və necə qarşısına almaq olar. Və müəllimlər də mən işlədiyim müddətdə bir sıra müəllimlərin işə qəbulunda iştirakım olub, onlara mövqe bildirmişəm. Elələr olub ki, onlara razılıq verməmişəm, amma onlar müəllimlər sırasına keçə biliblər. Bəzən aşsüzənin o süzgəc elə olur ki, oradan layiq olmayan insanlar elmə və təhsilə gələ bilirlər. Amma inandırım sizi ki, onlar Azərbaycan elminə və təhsilinə ləkədirlər sadəcə olaraq. Amma seçimi düzgün aparmaq lazımdır. Layiqli kadrlar var, layiqli insanlarımız var və onlar Azərbaycanın inkişafında töhfələr verməyə hazır olmalıdırlar və onları sadəcə olaraq təcrübəli alimlər və müəllimlər onları düzgün yönəltməli və onların elmin çətinliyində
və təhsilin çətinliyində yorulmamağı onlara tövsiyə eləməlidir, onlara aşılamalıdır ki, onlar yorulmasınlar, yəni qorxmasınlar elmdən. Alim, elmə gələn adam, onun gecəsi, gündüzü olmur. Mən şəxsən özüm üzərində, özümün nə cür elmdə fəaliyyət göstərirəm, onu bir örnək kimi deyim. Məndə gecənin istənilən vaxtı mən qalxıb masanın üzərindən kağız götürüb yaza bilirəm. İndi də ki, telefonlarda elədir ki, smartfonlarda səs yazmaq mümkündür. Gecənin istənilən vaxtı, əgər beynimə bir ideya gəlibsə və yaxud onun həllini tapmışamsa, mən dərhal telefonu götürürəm və onun səs yazmasında istənilən vaxt onu yazıram və səhər qalxanda onları kağıza, vərəqə köçürürəm. Bəzən olur ki, heç anlaşılmaz olur, nə dediyim anlaşılmır. Amma əsas odur ki, o taktikadan, o yoldan, mən üsuldan istifadə edirəm. Və mən gənclərə də, elm yoluna gələn insanlara da zəhmətdən, oxumaqdan usanmamağı onlara tövsiyə edirəm. Zəhmətsiz heç nə alınmır. 24 saat bir gündür, amma mən deyərdim ki, elə böyük alimlərin əksəriyyəti deyir ki, sutka 24 saatdan ibarət yox, elm adamı üçün 24 saatdan yox, 25 saatdan, 26 saatdan ibarət olmalıdır. Yəni, bu məcazi mənada deyilən bir fikirdir, amma o deməkdir ki, sənin gününün çoxu elmə sərf olunmalıdır. Mən öz xarakterimdə bir şey deyim, bəzən adamlar elə bilirlər ki, mən düşüncəli oluram. Fikirləşirlər ki, görəsən hansısa problem mi var, belə düşünülür. Mən tamamilə elmə bağlanmış bir adamam və beynimdə də nəyisə həmişə həll edirəm. Yatan vaxtı da, həyatda olduğum ayıq vaxtlarda da, dincələn vaxtı da mənim beynim daima işləyir. Bu mənim özümün seçdiyim yoldur və bu yolda da peşman da deyiləm. Amma mən bir faktı deyim ki, mən həkim olmaq istəyirdim. Amma mən özüm biliyimi fikirləşdim ki, mən tibb universitetinə girə bilmərəm. Gəldim, Politexnikdə oxumalı oldum. Amma mənim evladlarım həkimdir, nəvələrim də həkimlik üzrə oxuyurlar və onlar məni o istiqamətdə mənim arzularımı yerinə yetirdilər. Mən də şükür edirəm ki, bir kənddə doğulmuş bir evlad kimi elmdə yüksək nailiyyətlər əldə eləmişəm və elmlər doktoru, professoram və o diplomaları mənə verəndə mən Ali Attestasiya Komissiyasının sədri qarşısında demişəm ki, mən bu diplomlara xəyanət eləməyəcəm və heç bir saxtakarlığa, elmdə və təhsildə heç bir saxtakarlığa yol verməyəcəm. Hər bir insan öz üzərində işləyib istənilən hədəfə nail ola bilər və ona çata bilər. Zəhmətsiz heç bir elm yoxdur. Zəhmət də oxumaqla olur, işləməklə alınır. Hər bir uğur zəhmətə bağlıdır, işə bağlıdır. Gecəsi, günüzü olmadan qarşına qoydun məqsəd uğrunda düşünməli, hərəkət eləməli və oxumalısan, o istiqamətdə işlər görməlisən. İndi mənə bəzi adamlar deyir ki, sən bu kitabları yazırsan, bunları oxuyan yoxdur. Mən onları Azərbaycanlılar üçün yazıram. Kimisə konkret oxuduğunu bilmirəm. Amma o kitablar kitabxanada var və inanıram ki, o kitabları kimsə oxuyacaq və faydalanacaqlar. Və mən də kimlərinsə yazdığı kitablardan tədqiqat apararkən oxumuşam, fikirlərimi dəqiqləşdirmişəm və onlardan yola çıxaraq müəyyən nəticələrə gələ bilmişəm. Maraqlı bir fakt deyim. Pazırıq halısı 2500 il bundan qabaq toxunub, Hun hökümdarının qəbrindən çıxıb. Ermənilər yazıblar ki, bizimdir, Azərbaycanlılar yazıb ki, Bərdədə toxunub, amma mən Azərbaycanlı olaraq, bir mütəxəssis olaraq sübut elədim ki, o Azərbaycanda da toxunmayıb, ermənilər ümumiyyətcə xalçadan uzaq bir qövmdür, toxundu, amma o xalça toxunub Qazaxstanda, Ergenekondan türklər çıxandan sonra toxunub və türklərin yayılma xəritəsidir. Türklərin yol xəritəsidir. Yazırlar ki, türklər güya köçüblər, amma mən sübut elədim ki, türklər köçmüblər, türklər yayılıblar. Əgər türklər köçsələr idi, hamı gələrdi. Uyğurlar yerində, Qırğızlar yerində, Qazaxlar yerində, Özbək yerində, Türkmənistan yerində, hamısı yerindədir. Amma türklərin bir hissəsi gəlib, Qayı boyu, Səlcuqlular gəlib çıxıblar Avropaya. Viyanaya qədər gəliblər. Deməli, bu göstərir ki, və mən həmən xalçanı tam bütün onun şifrələrini açdım və orada gördüm ki, orada süjetlər,
ornamentlər göstərir ki, türklər şərqdən qərbə doğru yayılıblar. Və mən bunu sübut elədim və mənim bu indiyənə qədər gördüyüm işlərin mənə elə gəlir ki, zirvəsidir. Və mən yaxşı ki, bu kitabları tarixlə bağlı, ədəbiyyatla bağlı bu kitabları yazmışam. Və onu mən inanıram, mənə rəy verən İbrahim müəllim Bayramov professor, Azərbaycan Pedaqoji Universitetinin professorudur. O dedi ki, bu sizin böyük tapıntıdır, sizin uğurlardır. Bizim sahədə və tekstil sahəsinin bir adamının humanitar sahəyə müdaxilə eləməsi, riyaziyyata müdaxilə eləməsi mənə elə gəlir bu qeyri-adi haldır. Bu təsadüfi hal deyil, amma qədimlərdə belə hallar çox olub və şükürlər edirəm ki, Allah mənə də bu qisməti nəsib eləyib və mən bu işləri görə bilmişəm. Mən fəaliyyətimi ömür imkan verdiyi qədər son günə qədər davam etdirəcəm. Mən bunu Allah qarşısında missiya götürmüşəm və mən verdiyim sözü əməl eləyəcəm və artıqlamasını da eləyirəm. Eləyəcəm inşallah, nə qədər ömür verəcəm, mən məşğul olacağam. Mən deyim, yarımçıq işlərim var. Bugün əlimdə 4 dənə yarımçıq iş var. Onların hamısını çapa hazırlamaq mərhələsindəyim. Onları bir-bir çatdıracağım və inşallah sonra da yəqin ki, yeni planlar çıxacaq. Mən bir şey deyim, əvvəlcədən planlaşdırmaq mümkün deyil. Elə olur ki, birdən gəlir. Məsələn, mən riyaziyyatçı deyildim, amma mən riyaziyyatdan kitab yazmalı oldum. Monoqrafiya yazdım riyaziyyatdan. Və mən Azərbaycan Bakı Elm Festivalında, 1-ci Elm Festivalında iştirak eləmişəm. Gəncədən çıxış eləyən yeganə adam olmuşam. Riyaziyyatla bağlı olan kitabda mən o kitabı göstərim. Silsilələr həndəsi fiqurlarda silsilə məsələləridir və bu kitabın axırında 4 səhifə Allahın adından, Allahın 99 adından bağlı bizim müharibənin başlanması, 44 günlük müharibənin başlanması 27 sentyabrda oldu, 20-ci ildə. Müharibənin gedişində birdən ağlıma gəldi ki, niyə 27-sində oldu? Nəsə birdən ağlıma gəldi ki, bu Allahın adından bağlı ola bilərmi 99? Baxdım ki, 27 sentyabr rəqəmlərin cəmi 9 eləyir. Bu 99 elədi. Bu 99 məni maraqlandırdı ki, bu 99 orada da 20-20 qeyri-adi rəqəmdir. Hesabat nəticəsində müəyyən oldu ki, 18-də, 9-unda olanda müharibənin 51 gün çəkirdi. 18-də olanda 54 gün çəkirdi, 27-sində 43 gün 19 saat çəkdi. 44 gün tam deyil, 43 gün 19 saat. Və mən riyazi olaraq onu çıxartdım ki, 43 gün 19 saatdır. O rəqəmlərin toplanmasıyla və nə qədər insanlarımız həlak oldu, hamısını həmən qaydada mən hesablamışam və alınıb. Ali Baş Komandan prezidentimizin elan elədiyi rəqəm ki, ermənilərdən bu qədər adam ölüb, İlham Əliyevin elan elədiyi rəqəmlə mənim aramızda 300 fərq var. O çox böyük, kiçik xətadır. Ermənilərin ölümü 8000-dən çoxdur. Və bizim şəhidlərin 2783 şəhid olub. Çox maraqlı bir faktı deyim sizə. 2783 rəqəmində də yenə 99 alınır və türklərdən də o qədər əskər gəldi parada. Həmən əskərlərin toplayanda, bizimkilərlə toplayanda rəqəm yenə sonunda 99 alınırdı. Çox maraqlı rəqəmdir. Mən bu universitetdə işləyə-işləyə elmlər doktoru dissertasiyası yazmışam. Tamamilə elmlər doktoru dissertasiyası Azərbaycan Texnologiya Universiteti ilə bağlıdır. İnstitutundan və mən 42 ildir bu universitetdə çalışıram və onun 23 ildə mən müdafiə eləmişəm. Ancaq gələn gündən mən bu işlə məşğul olmuşam. Ortada Xalq Azadlıq Hərəkatında iştirak elədiyim dövrdə qaçqınların gəlməsi ilə bağlı bir balaca ləngiyib, amma qalan dövrlərdə mən daima işləmişəm və tamamilə bütün uğurlarım Gəncə ilə və Azərbaycan Texnologiya İnstitutu və Universiteti ilə bağlıdır. Və indi isə mən axırıncı ildə Yaşar müəllimin rəhbərliyi altında 2 dənə bu tarixlə bağlı, ədəbiyyatla bağlı kitabı yazmışam. Tələbələrlə bir kitabı yazmışam. Dərs vəsaitidir və bir monoqrafiya bitirmək üzrəyəm, çap hazırlayıram.
Mən 3 ildə 4 dənə kitabı ortaya qoya bilmişəm. Bu hamısı zəhmətin hesabına əmələ gəlib, universitetin dayaq durmağı hesabına əmələ gəlibdir və mən təşəkkür edirəm Yaşar müəllimə də ki, universitetdə ab-hava durulub, sağlamdır və şəffaflıq var və narazılıq sözsüz həmişə olacaqdır, amma azdır. Əvvəlki rəhbəri ilə müqayisə ilə də Yaşar müəllimin rəhbərliyi dövrü çox yüksəkdir. Universitetin son 2 uğurlarında mən Yaşar müəllimin işini müsbət qiymətləndirirəm, yüksək qiymətləndirirəm və o cavan kadrları da universitetin rəhbərliyinə gətiribdir, onu da bəyənirəm və inanıram ki, daha yaxşı olacaq. Biz də əlimizdən gələn köməyi eləyəcəyik. Mən gənclərə nə arzu eləyərdim, nə tövsiyə eləyərdim? Tələbələri dərsdə, auditoriyada mən onlara deyirəm ki, hər birinizin bir stol üstü dəftəriniz olsun. Beyninizə bir ideya gələndə, kinoya baxanda, televizora baxanda hansısa bir fikriniz varsa, o fikri yazın. Müəllim dərsdə nəsə bir ağıllı bir fikir dedi, sənin özünün beyninə bir fikir gəldi, onu o kitabçanda yaz. Zaman keçəcək, həmən kitabçada olan materiallar günün bir günü sağ lazım olacaq. Və elmə yönəldirəm və onlara deyirəm ki, bu zəhmətdən keçir. Sən əgər zəhmət çəkməyə bacarırsansa, öz uğuruna, gələcəyinə inanırsansa, elm yolunu seç. Amma elm yolu fədəkarlıq tələb edir. Müəllimlik şam kimi yanmaq tələb edir. Əgər şam kimi yanmağı bacarırsan, müəllim ol. Müəllim maaşı azdır deyə mən dərs keçmirəm, yanaşması səhvdir, qəbul eləmirəm. Müəllim şam kimi yanmağı bacarmalıdır. Alim şam kimi yanmağı bacarmalıdır. Elmə töhfə verməlidir. Azərbaycan Respublikası təhsil qanununda belə bir maddə var. Müəllim auditoriyada tədrisin metodu və vasitələrini sərbəst seçir. Müəllimin hüququdur birbaşa. Ona heç kim müdaxilə edə bilməz ki, sən dərsi bu cürə yox, belə keç. O yanlışdır, təhsil qanununa uyğun deyil. Amma müəllim keçdiyi fənni elə səviyyədə bilməlidir ki, tələbə onu qavraya bilsin, tələbəni öyrədə bilsin. Auditoriya girən asistent də, cavan asistent də, bu il işə götürülmüş bir asistent də, təcrübəli bir dosent də, təcrübəli professor da həmən fənni eyni qaydada bilməlidir. Eyni bilgi ilə auditoriyaya girib həmən uşaqları öyrədə bilməlidir. Yoxsa bu təzə gələn asistent cavandır, sonra öyrənər, təcrübə toplayar, o yanlış yanaşmadır. O səhvdir. Auditoriyaya girən adam tədris elədiyi fənni bilməlidir. Və həmin müasir metodları da müəllim bilməlidir ki, bugün dünya inkişaf səviyyəsi tamam başqa mərhələdədir. İstənilən müəllim, professoru da, onun gənc kadrları da həmin müasir səviyyədən məlumatlı olmalıdır və hər gün üzərində işləməlidir və hazırlıqsız müəllimin auditoriyaya girmə haqqı yoxdur. İnanıram ki, gələcək gənclərin əlindədir. Azərbaycan gələcəyini bugünkü gənclər quracaq. Yaşlılar estafeti ötürəcək onlara, istəsə də, istəməsə də ötürməlidir, ötürəcək və Azərbaycanın gənclik gələcəyə inamlı addımlarla aparmağa borcludular.